güclü bir münasibətdəsiz. Nə ayrılmamısınız, nə bir şey yoxdur. Sadəcə fikrindəki insanın həyatında səndən başqa da biri var. Ya onunla evlidir, səninlə münasibət var və yaxud da ki, səninlə evlidir, onunla münasibət var. Fərq etmir. Baxacağıq sənə qarşı necə davranır, ona qarşı necə davranır, fikirlərin nədir? Gəl baxaq. Hazırda fikrindəki insanla sənin münasibətiniz hansı enerjidədir? Fikrindəki insanla onun üçüncü şəxslə münasibəti hansı enerjidədir? Fikrindəki insan bu münasibətdə sənə qarşı hansı mövqedədir? Fikrindəki insan bu münasibətdə ona qarşı hansı mövqedədir? Sən fikrindəki insana qarşı hansı mövqedəsən? Üçüncü şəxs fikrindəki insana qarşı hansı mövqedədir? Münasibətinizin enerjisinə birinci baxaram. Münasibətiniz... Belə deyim də... Münasibətinizdə bu dəqiqə stabilləşdirmə dövrü gedir. Ya ola bilsin ki, aranızda hansısa soyuqluq olub, bu dəqiqə düzəlmə prosesidir və ya yeni başlayan bir münasibətdir və yaxud da ki, yəni belə deyim də, ayrılıb yeni barışmış bir münasibətdir. Hər nədirsə belə bir nə düzəlmiş kimi düzəlmiş çıxır, nə ayrılıq kimi ayrılıq çıxır. Belə bəlli olmayan bir münasibət çıxır sizdə. Bu dəqiqə hazırki enerjisi. Bəs onunla hansı enerjidədir münasibəti? Fikrindəki insanın onunla hansı enerjidədir? Onunla konkret boşluq bir enerjisindədir. Ümumiyyətlə elə bil ki, bu münasibət yox yerindədir, ya bu münasibət bitibdir, ya yerində addımlayıb irəli bir addım yoxdur. Çox ağır bir yük kimi gəlir bu münasibət ona. Fikrindəki insana. Okay. Sənə qarşı hansı mövqedədir fikrindəki insan? Sənə doğru addımlar atmaq mövqedindədir. Səninlə əslində münasibəti düzəltmək mövqeyindədir bu insan. Belə bir mövqe var. Yəni burada münasibəti idarə edən ola bilsin ki, daha çox sənsən və yaxud da ki, dominantlıq eləyən, tələblər eləyən sənsən. Belə bir şey var. Ona qarşı hansı mövqedədir bə? Ona qarşı burada daha çox elə bir ailə enerjisi çıxır və yaxud da ki, hər nədirsə ona qarşı da stabil bir mövqedədir. Sanki elə bil ki, münasibət olmasa belə, onunla bir ayrılıq enerjisi falan yoxdur. Yəni bu var, stabil bir enerjidir. Amma burada sevgi yoxdur. Fikrindəki insan ona qarşı hansı mövqedədir? Məsafəli mövqedədir. Yəni münasibət var, adı var. Şablon, şəkil tutaq ki. Amma özü sadəcə yəni öz tutaq ki, vəzifə borcunu yerinə yetirir bu münasibətdə, başqa heç bir şey. O da yerinə yetirirsə az. Sən fikrindəki insana qarşı hansı mövqedəsən? Sən fikrindəki insana qarşı belə deyim də, öz dəyərini bilən, öz yerini bilən, öz tələblərini eləyən bir mövqedəsən. Yəni mən əvəz olunmazam deyə bir düşüncəm var səndə. Belə bir mövqedəsən. Və yaxud da ki, yəni mən seçirəm, məni seçmirlər. Bax, belə bir mövqedəsən. Bəs üçüncü şəxs fikrindəki insana qarşı hansı mövqedədir? Üçüncü şəxs. Üçüncü şəxs sahiblənmə mövqeyindədir. Çox güman ki, burada fikrindəki insanla o üçüncü şəxs arasında, yəni onlarda evlilik çıxır, səninlə münasibət çıxır. Çünki bu insan mövqe olaraq sahiblənibdir. Yəni üçüncü şəxs bu ilişkiyə, bu münasibətə, bu insana sahiblənmə mövqeyindədir. Yəni mənimdir, mənə aiddir. Bax, belə bir mövqedədir. Okay, gəl buna baxaq ki, sənə qarşı hissləri nədir, ona qarşı hissləri nədir? Fikrindəki insanın və gələcəyi necə görür? Sənə qarşı fikrindəki insanın sənə qarşı hissləri nədir? Yəni sevgisi varmı? Ona qarşı hissləri nədir? Bu münasibəti səninlə davam etdirmək istəyirmi? Gəl baxaq, səninlə münasibəti davam etdirmək istəyirmi fikrindəki insan? Bəs fikrindəki insan onunla münasibəti davam etdirmək istəyirmi? Gəl bir də belə baxaq, səninlə münasibətin gələcəyini necə olmağını istəyir? Bəs onunla münasibətin gələcəyinin necə olmağını istəyir? Gəl bir də belə baxaq, gələcəyini necə görür, birinci, sonra necə olmağını istəyir və onunla münasibətin gələcəyini necə görür, necə olmağını istəyir. Gəl bir baxaq, səninlə münasibəti davam etdirmək istəyirmi? Birinci oydu ki, hissləri nədir? Sənə qarşı hissləri nədir? Gəl birinci buna baxaq. Sənə qarşı hisslərini, belə deyim də, sənə qarşı kontrol var. Sənə qarşı sahiblənmə hissi var. Sənə qarşı, belə deyim də, dəyər hissi var. Sənə qarşı sevgi varmı? Burada çünki bu insan elə bir sanki sahiblənibdir sənə. Sevgi varmı?
Belə deyim də, burada bəlkə də bu insanın sevmək tərzimi başqadır. Hər nədirsə, sevgidən çox, daha çox bu mənə aiddir, bu mənimdir, bu münasibət mənimdir. Bax, belə bir sahiblənmə var. Bəs ona qarşı hissləri nədir? Ona qarşı da qoruma hissi var. Yəni belə deyim də, var olan bir situasiyanı qorumaq, askıda saxlamaq. Yəni burada nə irəli addım atır, nə geri addım atır, nə sevir, nə sevmir. Yəni sadəcə olaraq var enerjisindədir. Belə deyim. Çünki burada sevgi ümumiyyətlə yoxdur. Sadəcə olaraq anlaşılmış bir birlikdəlik ola bilər və s. Okey, səninlə münasibəti davam etdirmək istəyirmi? Bəli, səninlə münasibəti stabil bir etapa qaldırmaq istəyir, amma burada belə bir məsələlər var ki, bu düşünür ki, kənardan kimlərsə, ailə enerjisi və ya kimlərsə mane ola bilər və ya müdaxilə edə bilər, amma bacardığı qədər bu münasibəti aparmaq, yəni mümkündürsə istəyir. Gəl baxaq, yenə də istəyirmi davam etdirmək? İstəyir, stabilləşdirmək istəyir, bitirmək istəmir. Okey, gəl baxaq, onunla münasibətini davam etdirmək istəyirmi? Yenə də onunla ümumiyyətlə bu insan elə bil onu görmür. Çünki onunla davam etdirmək istəmir, amma onunla ayrıla bilmir. Burada çünki negativ enerjisi gördüm burada. Hansısa ola bilsin ki, cadu enerjisi ola bilər. Hər nədirsə, yəni və yaxud da ki, prosta qorxular var. Hər nədirsə, yəni onunla bitirə bilmir sadəcə. Belə bir şey var. Bitirə bilmir, bitirmək qorxusu var. Belə bir şey var. Səninlə gələcəyinin necə olmağını istəyir. Birinci buna baxaq, necə olmağını istəyir. Səninlə stabil bir gələcəyinizin olmağını istəyir. Səninlə stabil bir münasibətinizin olmağını, bu münasibətin davam eləməyini istəyir. Yəni, bacardığı qədər həyatında qalmağını istəyir. Çünki səndən bu, belə deyim də, səninlə olan münasibət bunu xoşbəxt edir. Bəs necə görür, istəməyinə baxmayaraq, necə görür? Bilmir. Bilmir necə olacaq, necə keçəcək, yəni ümumiyyətlə bilmir necə olacaq, prosta istəyir ki, davam eləsin. Bax, belə bir şey. Onunla münasibətin, belə deyim də, gələcəyin necə olmağını istəyir. Onunla ümumiyyətlə heç nə istəmir, yəni. Onunla heç bir duyğusal bağ yoxdur burada, belə deyim sənə. Necə olmağını istəyir deyəndə onun heç umurunda deyil necə olacaq, belə deyim. Bəs necə görür, necə olacağını görür. Amma əmindir ki, yəni bitən deyil bu münasibət, yəni artıq bəxtinlə barışıbdır, deyim ki, buradan çıxış yolu yoxdur. Yəni necə olacaqsa olacaq, belə deyim də, buraxıb da Allahın ixtiyarına, belə bir şey var. Okey. İndi bu qədər. Gəl bir dənə də baxaq, səninlə münasibət nə ilə nəticələnəcək, onunla nə ilə nəticələnəcək. Okey. Səninlə münasibətiniz nə ilə nəticələnəcək, fikrindəki insanın səninlə münasibəti nə ilə nəticələnəcək? Fikrindəki insanın onunla münasibəti nə ilə nəticələnəcək? Səninlə. Səninlə sənin seçiminlə nəticələnəcək. İstəsən davam eləyəcəksən, istəsən bitirəcəksən, amma ola bilsin ki, bu münasibətin nəticəsində sən onun qəlbini qırıb yeni yol açılasan. Yəni belə deyim də, bəzən ola bilər istənmədiyin bir situasiyadan bezib sanki bir uzaqlaşdıra bilərsən onu. Çünki səndən asılıdır. Amma sən ondan ayrılsan belə o insan səninlə davamlı şəkildə qayıtmaq istəyəcək, davamlı şəkildə münasibəti bərpa etmək istəyəcək. Onunla nə olacaq münasibətin axırı? Onunla münasibəti nə ilə nəticələnəcək? Onunla əslində duyğusal olaraq artıq aralarında heç nə yoxdur və hər şey dağılıbdır. Amma aralarında onları birləşdirən ya hansısa bir maddiyyat var, ya uşaq var, uşaq bağı var. Hər nədirsə elə bir bağ var ki, onunla belə bir bitir, amma sadəcə rəsmiyyət davam edir. Bax, belə bir şey var. Onunla münasibətinin axırı nə olacaq? Çünki belə də gedə bilər, yəni. Sadəcə, yəni, birlikdə deyirlər zaten. Bitibdir. Rəsmi şəkildə bitməkdir. Belə bir şey görürəm. Nəysə, aldım, qəbul edim, yaz. Ətraf baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.